Allah Rəsulü buyurur ki, Ramazanın əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəmlə qurtuluş bir aydır. Və bu bir ay ərzində ilk öncə bunu deməyə özümə borc bilirəm ki, xalqımız inan verilişinin işığında, qəlbinin işığında, inamın gözəlliyi qarşısında bunu həsrətlə gözləyirdilər. Biz insanlar içərisində oluruq. Həqiqətən də inamın bu Ramazan ayı deyildiyi zaman ağlına gələn mövzulardan biri də inan verilişidir. Bu yöndən də mən sizə təşəkkür edirəm. Niyyət hər bir şeyin ruhudur. Seydim, əməllərin, hədisdə buyurur ki, Allah Rəsulü ki, əməllər niyyətə bağlıdır. İlk öncə bu axşam nə edəcəyik? Təbii ki, bizim bir cismani təmizliyimizlə bərabər eyni zamanda mənəvi təmizliyə ehtiyac var. Biz bu ayın əməllərinə niyyət etdiyimiz kimi eyni zamanda dostlarla, yaxınlarla, xüsusən də valideynlərimizlə halallıq alıb bu aya başlamalıyıq. Və qeyd etməliyəm ki, bəzən də sual edirlər ki, biz niyyəti necə başlamalıyıq? İnsan bu axşamdan da edə bilər ki, bir ayın niyyətini edə bilər və yaxud da ki, hər gündə niyyətini edə bilər.